Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli tamaşaçılar. İslam və elm başlıqlı silsilə söhbətimizdə xoş gördük sizləri. Ötən verilişimizdə müqəddəs İslam dinində elmin yeri və mövqeyi, bu əziz dinin elmə verdiyi dəyər və qiymət haqqında bir qədər söhbət etdik. Hörmətli qonağımızla birlikdə qeyd edildi ki, İslam dini xristiyanlıqdan fərqli olaraq elmə böyük önəm və dəyər vermiş, elmi nəinki müsəlmanların bir haqqı, əslində müsəlmanların bir borcu və vəzifəsi bilmiş və Allah Taala və İslam Peyğəmbəri öz mübarək hədisində bütün müsəlmanlara, həm kişi və həm də qadınlara xüsusilə elm öyrənməyi vacib və bir fərizə buyurmuşdur. Biz elə həmin bu söhbətləri inşallah bu verilişimizdə də davam etdirəcəyik. Bizimlə qalın. Bəli, hörmətli tamaşaçılar, bir daha mən sizi salamlayıram. Verilişimizin əziz qonağı, fəlsəfə elmləri namizədi, ilahiyyatçı İbrahim Ağazadədir. İbrahim müəllim, xoş gördük sizi. Mən İbrahim müəllim sizi salamladıkdan sonra, demək, ötən verilişimizə xatirinizdədirsə, İslam dinində elmin mövqeyi və yeri haqqında söhbət etdik və qeyd etdik ki, İslamda elm ən vacib məsələlərdən biri kimi təqdim edilmişdir. Elə bu söhbətin davamı olaraq istərdik ki, yenə də İslamın ümumiyyətlə elmə münasibətinin hansı şəkildə dəqiq olması və bu vacibin, elm adlı vacibin başqa vaciblərdən fərqlənməsi istiqamətində söhbət açardıq. Buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. Mən də öz növbəmizdə əziz tamaşaçıları salamlayıram. Mövzumuz İslamın və dinin elmə baxışıdır, elmə nəzəridir. Keçən söhbətimizdə də bu haqda bəzi ayələrə və hədislərə işarə olundu. Yəni bunu xüsusilə qeyd etmək istəyirəm ki, İslamda ilk vacib olan, ilk nazil olunan surə İqra bismi rabbikal alaq, Alaq surəsi adlanır və bu surə İqra sözü ilə başlanır. Yəni elə bunu götürsək biz İslamda elmin, oxumaqlığın, yazmaqlığın, qələmin əhəmiyyətin və dəyərin göstərir. Keçən söhbətdə də buna işarə olundu. Amma bu ki elm bir fərizədir, hədisinə də işarə elədik ki, çox məşhur hədisdir ki, tələbül ilmi fərizətun əla kulli muslimin və muslimə. Elm öyrənməklik hər bir müsəlmanın vəzifəsidir və borcudur. Və bu hədisdən də istifadə elədik ki, bu hədisdə Peyğəmbər burada fərq qoymayıb ki, məsələn, cəmiyyətin yüksək təbəqələri, varlı təbəqələri ya məsələn, hakim təbəqələrinə vacibdir. Yox, bəlkə bütün təbəqələrinə, kasıbından varlısına kimi, ağından qarasına kimi, qadınından kişisinə kimi hamıya vacibdir ki, elmi öyrənsin. Bu bir vacib əməldir. Amma İslamda müxtəlif vacib əməllər var. Yəni, keçən söhbətdə də işarə olundu, namazdır, orucdur, həcdir. Bunlar hamısı İslamda bəndələrə vacib olunan əməllərdir ki, Allah qarşısında bu vaciblər müqabilində sual-cavab olunacaq ki, insanlar, bəndələr öz vəzifələrinə əməl olundu ya, etdilər ya yox. Amma elm fərizəsinin ki, yəni elmin vacib olma əməlinin başqa fərizələrdən, başqa vaciblərdən xüsusi bir fərqi var. Bu fərq nədir? Bir neçə hədislə, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədislə biz bu fərqi aydın şəkildə görə bilərik. Bu fərqlərdən biri budur ki, İslamda başqa vaciblərinin zaman cəhətdən məhdudiyyəti var. Məsələn, ən mühüm vacib əməllərdən ki, dinin sütunu sayılıbdır, namazdır. Amma namazın zaman cəhətdən məhdudiyyəti var. Yəni, hər vaxt insan namaz qıla bilməz. Məsələn, sübh namazı
təqribən 1 saat, yarım vaxtı var. O çərçivədə qılmalısan. Əgər o çərçivəni keçsə, artıq o qəza olur. Dəqiq desən, yəni hər bir namazın özünə məxsus. Bəli, hər bir namazın özünə məxsus vaxtı var. Yəni hər zaman onu qılmaq olmaz. Yaxud orucdur. Məsələn, vacib oruc ki, Ramazan ayının orucudur. Bunu hər ayda tutmaq olmaz. Yəni o ki, insanın vacib gəlir boynuna, onu ancaq Ramazan ayında insan tuta bilər. Mən gəlim ki, oruc tutmaq haramdır. Bəli, bəzi günlərdə haramdır, doğrudur. Məsələn, başqa günlərdə ola bilər insan tutsun müstəhəb oruc, amma artıq o fəzilətli, şərafətli Ramazan ayının orucu sayılmaz. Yəni onun məhdudiyyəti var. Amma elm elə bir vacibdir ki, bunun məhdudiyyəti yoxdur. Yəni deyilməyib ki, məsələn, günün hər hansı bir zamanında elm öyrən. Deyilməyib ilin hər hansı bir ayında elm öyrən. Deyilməyib ömrün, məsələn, cavan çağında ya qoca çağında ancaq o elm öyrənə bilərsən. Yox. Hədisdə buyurub ki, Həzrət Peyğəmbər buyurub ki, "Utlubul ilmə minəl məhdi iləl ləhd." Elmi beşikdən qəbr evinə qədər öyrənin, tələb edin. Yəni burada heç bir zaman cəhətdən məhdudiyyət qoyulmayıb. Hətta beşikdən ki, insan hələ təzə dil açır, bəlkə də bu nətərdir, elmin əhəmiyyətini göstərmək üçündür. Yəni adətən uşaq ki, elm öyrənmə qabiliyyəti biraz çətindir böyüklər kimi. Əlbəttə onun özünə uyğun elm öyrənməsi var. Yəni kəlmələri öyrənir, yavaş-yavaş ata-anasını tanıyır. Yəni onun özünün aləmi vardır. Yəni öz elm öyrənmə dərəcəsi var da. Amma hədisdə bu təkid olunur ki, yəni elm üçün heç bir məhdudiyyət yoxdur zaman cəhətdən. Əvvəldən insan dünyaya qədəm qoyduğu vaxtdan ta dünyanı tərk edənə kimi elm öyrənməlidir. Əlbəttə, müəyyən vaxtlar var ki, yaxşıdır ki, insan o vaxtda elmi öyrənsə daha çox faydalıdır. Amma bu vaxtlar səbəb olmur ki, başqa vaxtlarda insan elm öyrənməsinin qarşısı alınsın. Məsələn, var ki, hədislərdə əgər insan uşaqlıqda elm öyrənsə, o daşın üzərində yazılan bir yazıya bənzər. Necə ki, o daşın üzərində yazılan yazı pozulmaz, bu elmdə yaddan çıxmaz. Amma bu məhdudiyyət yoxdur ki, yox, day, sən uşaqlıqda, cavanlıqda elm öyrənmədin, day, qocalıqda öyrənmə. Yox, çoxlu tarixi şahidlərimiz də var. Yəni, insanlar əgər səy eləsələr, təlaş eləsələr, hətta yaşlı vaxtlarında da, hətta 40-ı belə keçdikdən sonra da elm öyrənə bilərlər. Çox məşhur bir tarixi hadisədir ki, İslamın böyük alimlərindən biri, ədəblərindən biri Səkaki haqqındadır. Yəni var ki, bu əvvəl cavanlığında bir sənət sahibi idi. Yəni dəmirçiliklə, bu cür işlərlə məşğul idi. Bu çox çalışdı, istəyirdi ki, padişahın yanında özün yer eləsin, özün məsələn işin göstərsin. Çox çətinliklə zərif bir qab düzəltdi. Yəni neçə illər boyu onun üzərində çalışdı, bu qabı apardı padişahın yanına. İndi bunu gözləyirdi ki, padişah buna tərif desin, məsələn buna yaxşı mükafat versin. Doğrudan da padişahın həmin dövrün hakiminin fikrini cəlb elədi bu iş. Amma elə biraz keçdikdən sonra xəbər verdilər ki, böyük bir alim saraya gəlir. Bu hakim hər şeyi yaddan çıxartdı da, bunun bu zəhmətlə başa gətirdiyi əsəri yaddan çıxartdı, getdi alimin qarşısına. Bu hadisə səbəb oldu ki, bu Səkakinin zehnində bir qığılcım yaransın ki, mən də niyə elm öyrənməyim? Ona görə işini atdı, getdi elm öyrənməyə. Amma vaxtı keçmişdi. Yəni artıq o istedadı azalmışdı, o öyrənmək qabiliyyəti azalmışdı. Getdi, çox kiçik uşaqlarından başladı elm öyrənməyə. Müəllim dərs deyirdi. Həmin dövrdə də bunlar Şafii məzhəbindən idi. Müəllim fiqhdən dərs deyirdi. Müəllimin dərsi bu idi ki, hər kəs ustad deyir, əgər itin dərisin təmizləsələr, onu məxsus hazırlasalar, o pak olar. Yəni bunu müəllim dedi. Sabahsı gün ki, bundan istəyirdi dərsi təhvil alsın. Bundan soruşduğu dedi ki, it dedi ki, ustad deyir ki, yəni bu cür hətta kiçik bir məsələni öyrənə bilmirdi. Hamı başladı gülməyə, bu da narahat oldu. Üz qoydu çölə. Yəni çox bir ibrət dərsidir. Yəni bu nöqtə, bu məsələ, bəli, yaddaşı o qədər zəif idi. Amma burada bir mühüm məsələ var ki, hər birimiz üçün lazımdır bu. Getdi deyir bir çöllə gedəndə gördü ki, bir yerdə su axır, onun da qarşısında daş var. Daş da çox möhkəm bir şeydir. Su da həddən artıq lətif və lətafəti olan bir maddədir. Amma bu su o qədər daşa dəymişdi ki, o daşı deşmişdi. Bu özünə yer açmışdı. Bu fikir səbəb oldu ki, bu öz-özünə fikirləşsin ki, necə olur bu su özünə burada yer açır, amma elm mənim zehnimdə yer açmasın. Təzədən qayıtdı, çox artıq səy göstərdi, təlaş elədi və böyük ədiblərdən, alimlərdən oldu. Yəni bu hadisə göstərir ki, vaxt məhdudiyyəti yoxdur. Hətta insan yaşlı vaxtında da elə bilər elm öyrənsin. Demək, əsas fərqlərdən biri elmdə, İslamda buyurulan elmin vaxt baxımından məhdud olmamasıdır. Yəni
Fərqlərdən biri budur. Digər hansı fərqlər mövcuddur İslamda? Elmlə digər vaciblər arasında? Bu zaman cəhətindən idi ki, yəni elmdə elm ki vacibdir, heç bir zaman cəhətdən məhdudiyyəti yoxdur. İkinci məhdudiyyət ki, elmdən götürülübdür, başqa vaciblərdən fərqli olaraq məkandır. Yəni bəzi əməllər var ki, onun məxsus məkanı var. Məsələn, həcc əməli. Yəni həcc əməli insan Məkkədə, Məscid-ül-Həramda, Kəbə evinin ətrafında bu işi görməlidir. Həzrəti İbrahim, İsmail ki, tikdilər bu Kəbə evini, ya onu təmir elədilər, həcc əməli üçündür. Ya da biz yığışıb, ya müsəlmanlar yığışıb, başqa bir yeri təyin edib, həmin yerdə bu əməli yerinə götürə bilməzlər. Yəni bunun məkanı məhduddur. Yəni bəzi başqa vacib əməllərdir. Amma elmdə, hədislərdə gəlib ki, bu məhdudiyyət də yoxdur. Hədis də bu cürdür. Utlubul ilmə vələv bissin. Elmi hətta Çində də olsa belə öyrənin. Yəni hətta Çinə səfər eləməklik belə lazım olsa elmi öyrənin. Yəni burada məkan cəhətdən də məhdudiyyəti götürüb. Demədi ki, məsələn Məkkədə, Mədinədə ya filan yerdə öyrənin. Bəlkə deyir ki, hətta uzaq bir yerdə də olsa belə siz elmin dalıcan gedin. Yəni məkan cəhətdən də məhdudiyyəti yoxdur. Əlbəttə bu hədisdən niyə Çin gəlibdi, məsələn başqa daha uzaq yer gəlməyibdi, bunun səbəblərində müxtəlif nəzərlər var. Bir nəzər budur ki, çünki həminki dövrdə daha ən uzaq tanınan məkan Çin idi. Ona görə də Çinə deyilib ki, bu məsələyə təkid olunsun ki, yerin uzaqlığı səbəb deyil ki, insan elmdən çəkinsin. Yəni hətta uzun insan çox çətin zəhmətlərə qatılsa belə gərək gedib elmi öyrənsin. Bir səbəb bunu deyirlər. İkinci səbəb də bunu deyirlər ki, ola bilər ki, həmin dövrdə Çin elm mərkəzi olub. Ona görə də bu hədisdə ona təkid olunubdur. Bu hədisdən başqa bir məsələni də ki, istifadə edilir, elm üçün səfər eləməklik lazımdır. Hətta bəzi ayələrdə də gəlib ki, səfər eləyin, bu elmə işarə olunubdur. Hətta mən bu hədisdən bunu da istifadə etmək olar ki, əgər nəzərə alsaq ki, Çin qeyri-müsəlman bir ölkəsidir, bir müsəlmanın elm öyrənməsi üçün, hətta qeyri-müsəlman bir şəxsin də yanında öyrənməsinə İslam heç bir məhdudiyyət qoymur, heç bir problem yaratmır. Yəni elmi öyrən, hətta digər hədislərdə də bu barədə var ki, elmi öyrən hətta qeyri-müsəlmandan olsa da belə bu məzmunda təqribən. Düzgün, inşallah elə hədislərin birində də ona işarə olunacaq, daha sərahətlə ki, hətta münafiqdən də olsa öyrən. Yəni bu da başqa bir məhdudiyyətdir ki, indi ona da işarə olunacaq. Bəli, Çin deməklikdən bu da istifadə oluna bilər ki, həmin dövrdə Çin müsəlman bir ölkəsi deyildi, müsəlman bir yeri deyildi. Yəni hətta Çində də olsa belə gedin, elm öyrənin. Və bu da ki, elmin hansı elmdən məqsəd olmağı bəhsində aydınlaşacaq ki, məlumdur bu təkcə dini elmlər deyildi. İnşallah onu daha geniş söhbət eləyərik. Amma bu ki, səfər məsələsinə işarə olundu. Quranda da var ki, Nisa surəsinin 100-cü ayəsində və mən yaxruc min beytihi muhaciran iləllah və rəsulihi summa yudrikul mavt fəqad vəqa əcruhu aləllah. Ayənin mənası belədir ki, hər kəs öz evindən Allaha tərəf və Allahın peyğəmbərinə tərəf hicrət eləsə, səfər eləsə və bu yolda ölümlə üzləşsə, fəqad vəqa əcruhu aləllah. Bunun qiyməti, bunun mükafatı, əcri Allahın öhdəsindədir. Yəni Allahdır ki, buna xüsusi əcr mükafat verəcəkdir. Bu rivayətlərdə gəlib ki, bu ayədən məqsəd, bu hicrətdən məqsəd elm yolunda səfər eləməklikdir. Yəni elmin bir xüsusiyyəti də var ki, hətta bəzi hədislərdə gəlib ki, elm çətinliklə əldə olunur. Yəni asanlıqla elmi əldə eləməyi biraz çətin məsələdir. Yəni lazımdır ki, insan hətta elm yolunda lazım olsa uzaq səfərlərə belə səfər etsin, getsin və bu elmi əldə eləsin. Tarixdə nümunələr çoxdur. Yəni böyük alimlər görürsən ki, uzaq səfərlər gedib ki, müəyyən bir məsələləri həll eləmək üçün müxtəlif elmi sahələrində, həm dini sahələrdə, həm qeyri-dini sahələrində. Məsələn, dini sahələrində böyük İslam alimi Əllamə Əmini ki, Əl-Qədiri yazıbdır və çox mühüm kitablardandır. Bu kitabı yazmaq üçün çoxlu səfərlərə gedib. Hətta Hindistana, başqa yerlərə, çoxlu zəhmətlərə qatışıb bu kitab ərsiyə gəlibdir. Ya başqa sahələrdə biz qərb alimləri haqqında oxuyuruq ki, müəyyən bir məsələni kəşf eləmək üçün neçə illər çətinliklərlə üzbəüz olub, səfərlər eləyib. Hətta bəziləri qatarda belə bu elmi məsələlərlə məşğul olub yol gedə-gedə bu cür nailiyyətlər əldə olunubdur. Yəni lazımdır ki, elm yolunda insan səfərə getsin. Bu başqa bir məhdudiyyət idi ki, bu məkan cəhətdən də elmin məhdudiyyəti yoxdur. Amma başqa bir məhdudiyyət ki, elmi başqa vaciblərdən fərqləndirir. Biri də budur ki, elmi kimdən öyrənməklidir. Ola bilər ki, bəzi əməllər var ki, İslamda, yəni hər kəsin arxasınca getmək, hər kəsdən onu əldə eləmək olmaz. Məsələn, cəmaət namazı,
fiqdə budur ki, gərək bir kəsin arxasında durub o namazı qılasın. Yəni imam cəmaatın arxasında durub qılasın. Amma imam cəmaatın xüsusi şərtləri var. Yəni hər kəsin arxasında durub bu namazı qılmaq olmaz. Yəni adil olmalıdır, təqvalı olmalıdır, mürüvvəti olmalıdır. Yəni bu imam cəmaatın xüsusi şərtləri var. Amma elmdə hətta bu məhdudiyyət də, bu şərtlər də götürülübdür. Yəni deyilməyib ki, elmi ancaq məsələn filan kəsdən öyrənir. Düzdür, bəzən bu məsələlərə rastlaşırıq. Amma ki, ümumi şəkildə, yəni bəzi yerlərdə hədislərimiz var ki, hətta münafiqdən də olsa belə elmi öyrən. Bu hədislərdən biri budur ki, Bəharda gəlibdir bu hədis, kəlimətul hikmə zallətul mümin. Fəhəysu vəcədəha fəhvə əhəqqu biha. Burada buyurur ki, hikmət müminin itirdiyi bir şeydir. Harda onu tapsa götürər. Yəni fərq eləməz bunu harda tapır. Müminin yanında tapsın, kafirin yanında tapsın. Yəni bu kimin yanında tapmaqlıq xüsusiyyəti yoxdur. Yəni bundan da daha aşkar başqa bir hədisdir ki, Həzrət Əli əleyhissalam buyurur Nəhcül Bəlağədə Əl-hikmətu zallətul mümin fəxuzul hikmətə vələv min əhlin nifaq. Hətta münafiqdən də olsa belə bu hikməti sən əldə elə. Yəni burada lazım deyil hökmən müsəlmandan sən elm öyrənəsən. Elə tarixdə də görürük ki, yəni İslamın əvvəl anlarında müsəlmanların çoxu savadsız idilər, yazıb oxumağı bilmirdilər. Müsəlmanlarla ki, kafirlər arasında müharibə olunurdu. Bu müharibənin təbii əsərlərindən də biri əsirlər idi. Kafir əsirlər ki, müsəlmanlar tərəfindən tutulmuşdu, onların qarşısına şərt qoyuldu. Əgər bir əsir 10 nəfər müsəlmanı elm öyrətsə, yazıb oxumağı öyrətsə, o azad olur. Yəni bu İslamın, dinin elmə verdiyi qiymət idi. Yəni eləyə bilərdilər o əsiri pul alıb buraxsınlar. Amma pulun əvəzinə 10 nəfər müsəlmana ki, yazıb oxumağı öyrədirdi, o daha şərafətli, daha mühüm İslamda sayılırdı. İbrahim müəllim, çox gözəl. Demək zaman və məkan və eyni zamanda elmin kimdən əxz edilməsi, kimdən iqtibas edilməsi baxımından İslamda məhdudiyyətin olmamasına bura kimi işarə etdik. Lakin elmin münafiqdən, ümumiyyətlə qeyri-dindar bir şəxsdən, hər hansı bir şəxsdən bütövlükdə əxz edilməsi ümumilikdə qeyd edildi ki, İslamda buna məhdudiyyət qoyulmayıb. Bəli. Yəni elm hətta münafiqdən də belə olsa öyrənilə bilər, əxz edilə bilər. Hikmət, elm müminin bir itkisidir ki, onu harda taparsa onu götürər. Lakin burada özünüz də qeyd etdiniz ki, bəzən görsən istisnalar ola bilər, xüsusi şərait çərçivəsində. Ümumilikdə İslam bunu deyir, lakin yeri gəldikcə haşiyəyə çıxsaq, bəzən xüsusi bir şərait yarana bilər ki, o şəxs həmin elmin əhli olmaya bilər. Məsələn, fərz eləyək, İslamda əxlaq elmi ən müqəddəs elmlərdən biridir ki, demək, fəzilətlərdən və rəzilətlərdən danışır. Hansı sifətlər, hansı müsbət səciyyəvi xüsusiyyətlər insanın ruhunun kamilliyi üçün gözəldir və hansı mənfi sifətlər, təkəbbür, riya və digər mənfi xüsusiyyətlər ki, insan onu özündən uzaqlaşdırmalıdır. Əgər hər hansı bir şəxs əxlaq elmini öyrədirsə, lakin özünün buna əhliyyəti yoxdursa, səlahiyyəti yoxdursa, bizim ondan elm öyrənməyimiz, insanların ondan elm öyrənməsi necədir? Mənə elə gəlir ki, bu suala aydınlıq gətirərək, lakin qısa fasilədən sonra hörmətli tamaşaçılar bu sual ətrafında əziz qonağımızla danışacağıq. Bəli, hörmətli tamaşaçılar, verilişimiz davam edir. Mən bir daha indiyə qədər deyilənləri icazənizlə xülasələşdirim. Demək, qeyd edildi ki, İslamda Peyğəmbərin bir neçə hədisinə əsasən elm öyrənmə baxımından məhdudiyyət yoxdur. Söhbət İslamda elm vacibinin və elm fərizəsinin digər vaciblərdən fərqi haqqında gedir. Yəni namaz, həc, oruc və digər vacib əməllərin vacib olduğu kimi İslamda elm vacibdir. Yoxsa bu elmin vacib olması başqa bir tərzdədir. Qeyd edildi ki, elmin vacib olması o vaciblərdən bir qədər fərqlidir. Belə ki, elmdə həmin o ibadətlərdə və vaciblərdə olan bir sıra məhdudiyyətlər elm öyrənmədə yoxdur. O cümlədən elm öyrənmədə kişi və qadın məhdudiyyəti yoxdur.
məsələn, fərz eləyək, əgər cəmaət namazında kişilərin iqtida etdiyi tərzdə ən aşağısı minimum mütləq kişi imam cəmaət olmalıdırsa, İslamda elm öyrənmə baxımından belə bir şey yoxdur ki, qadın və kişi fərqli olsun. Xeyr, qadın və kişiyə də elm vacibdir. Eyni zamanda zaman baxımından heç bir məhdudiyyət yoxdur. Peyğəmbərin məşhur beşikdən qəbrə qədər elmi öyrənin deyə buyurduğu hədis vurğulandı, qeyd edildi misal olaraq və eyni zamanda məkan baxımından heç bir məhdudiyyət yoxdur. Peyğəmbər elmi içində də belə olsa öyrənin deyə bizə buyurur və həmçinin elmin kimdən əxz edilməsi, hətta belə nifaq əhlindən olsa da belə əxz edilməsi buyurur və kimdən əxz edilməsi fərqinə varmadan elmdə bu məhdudiyyətdə yoxdur. Və mən İbrahim müəllim qeyd etdiyim sual haqqında verilişimizi davam etdirmək istərdik ki, bəzi şəraitdə, bəzi istisna hal təşkil edən şəraitdə hansı şəraitdədir ki, biz elmi öz əhlindən öyrənməliyik, elmi hər bir insandan öyrənməməliyik ki, o bizə əxlaqımıza, ruhiyyəmizə mənfi təsirlər bağışlasın. Buna aydınlıq gətirək. Və bu hədisi istəsək lap düzgün şəkildə məna ilə, yəni bu cür desək daha düzdür. Yəni hər halda elmi müsəlmandan öyrənmək lazım deyil. Yəni bunun mənası budur ki, bəzi hallarda insan eləyə bilər qeyri-müsəlmandan da öyrənsin. Amma bu hədisin də mənası deyil ki, bütün elmləri biz kafirlərdən və qeyri-müsəlmanlardan öyrənə bilərik bütün şəraitlərdə. Yəni bunun aydın ki, şəraiti var. Yəni bəzi elmlərə aiddir. Bu o elmlər ki, kafirlərin yanında. Aydın məsələdir ki, din elmi, Quran elmi, hədis elmi ki, kafirlərin yanında ola bilməz. Yəni biz kafirdən gedib Quran öyrənməyimizin mənası yoxdur. Yəni Qurandır, hədisdir, dini elmlərdir. Bunlar müsəlmanın yanında ola bilər. Məsələn, tibb elmidir. Tibb elmidir ki, bunun kafir müsəlmanı yoxdur. Yəni müsəlman da həmin məsələləri deyir, kafir də. Ya bunun da öyrənən şəxsə də elə də xüsusi təsiri də yoxdur. Amma bəzi elmlər ola bilər ki, təsiri olsun. Məsələn, bir şəxs ki, tələbə ki, zəifdir hələ zehni, o uzaq mətləbləri təhlil eləyə bilmir. Əgər bu gedib fəlsəfəni bir kafirdən, bir mülhiddən, bir ateistdən öyrənsə, mümkündür bunun zehnində elə şübhələr yaratsın ki, bu şübhələr bunun yolundan azmasına səbəb olsun. Aydın məsələ ki, İslam bu yerlərdə icazə vermir. Yəni hətta bəzi kitabları oxumağa belə qadağan edir. Yəni əgər insanın onu təhlil eləmək qabiliyyəti yoxdursa, yəni ona icazə verilmir. Yəni əvvəl sən gərək öz zehnin, təhlil qabiliyyətin yüksəldəsən, bacarasan şübhələrlə üzbəüz olmağı ondan sonra. Yəni burada məsələ odur ki, yəni bəzi elmlər ki, orada yəni kafir müsəlmanlığın elə də təsiri yoxdur və tələbiyə mənfi təsirləri olmur. Bu sahələrdə bəli, gedib biz kafirdən də elm öyrənə bilərik. Yəni bu hədisi deməkdən əsas məqsədi bu idi ki, yəni sonda da işarə olunacaq, yəni səbəbətin ardında da, yəni bu elmdən hansı məqsəddir? Yəni bu hədisləri gətirməkdən aydın olur ki, İslamda elm dedikdə təkcə ilahi elmlər, dini elmlər deyil. Bəlkə bütün elmlərə aid olur. İndi bəziləri dinidir, dinə birbaşa əlaqəsi var. Bəziləri də əlaqəsi daha uzaqdır. Məsələn, eləyə bilər, əgər insan onu ilahi niyyətlə oxusa, o da dini ola bilər. Amma birbaşa dinə bağlılığı yoxdur. Yəni budur. Hətta bəzi ayələrdə də başda sözü kəsdim. Hətta bəzi ayələrdə də var ki, insan bəzi məclislərdən uzaqlaşmalıdır. Yəni mən indi dəqiq ayə yadımda deyil, hansı surədədir. Amma məzmunu bu idi ki, ayənin siz bəzi münafiqlər ki, Allahın nişanələrinə məzəmmət eləyirlər, məsxərə eləyirlər, onların məclisindən uzaqlaşın ki, ta başqa söhbəti dəyişsinlər. Yəni söhbəti dəyişməyənə kimi siz onlarla oturub söhbət eləməyin. Yəni bu ayədən də biz istifadə edirik ki, heç də hər zaman biz qeyri-müsəlmanlarla, münafiqlərlə dostluq eləyib onların söhbətini eşitməməliyik. Bəli, lazım olan yerdə, bəhs olunan yerlərdə, mübahisə olunan yerlərdə, bəli, amma o yerdə ki, elmdən, məntiqdən uzaqdır, məsxərədir, lağdır, bu yerlərdə biz üz çevirmək, onlara etinasız yanaşmalıyıq. Bəli, yəni sözün qısası elmi biz həmişə öz əhlindən öyrənməliyik. Əgər bugün konkret din elmindən söhbət gedirsə, din elmini də, ümumiyyətlə din elminə səmimi qəlbdən yanaşan, din elmini və gözəl şəkildə mənimsəyən alimdən öyrənməliyik. Din elmi, əgər şəriət elmidirsə, fiqh elmidirsə, təbii ki, bunu müctəhiddən öyrənməliyik və praktiki əməldə, yəni əməl etmə məqamında da biz öz müctəhidimizdən öyrənməli və onun dediyi tərzdə getməliyik. Bugünlər bizim əlimizdə alimlər var. Yəni, misal olaraq bəzən insanlar, məsələn, şərqşünaslar, hansısa bir kafir, yəni qərb
alimi, şərqşünasdır. Və şərq aləmində də İslam böyük bir əhəmiyyət daşıdığına görə bunlar İslam dininə maraqlanırlar və İslam dini haqqında kitablar yazıblar. Biz müsəlmanların bu günlərim İslamı şərqşünaslar vasitəsilə tanımağımız və İslama yanaşmağımız, İslamı o şəkildə mənimsəməyimiz və yeri gəldikcə İslama əməl etməyimiz şərqşünasların yazdığı kitablar əsasında mənə gəlir ki, bu nə qədər İslamdan ayrı düşməyimizin bariz göstəricisidir və nümunəsidir. Şərqşünas dediniz, mənim bir hadisə yadıma düşdü. Elə bu hədislərə aiddir. Yəni bu hədislər təqribən bir jurnal çıxırdı İraqda. Neçə illər, 10 illər bundan qabaq, hardasa 40-50 il bundan qabaq elm haqqında. Bu jurnalın çöl üzündə ortada Allah kəlməsi yazılmışdı və ətrafında da 4 dənə hədis. Bir Alman şərqşünası gəlmişdi İraqa və bu jurnalın redaktoru ilə söhbətləşirdi, jurnalla maraqlanırdı. Bu gördü çöl üzünü, dedi bu nədir? Dedi ortada bir Allah kəlməsidir. Bu ətrafında da 4 dənə hədis yazılıb. Bu 4 dənə hədis də ki, mən oxuduğum hədislərdir. Yəni zaman cəhətdən, məkan cəhətdən, müəllim cəhətdən və insanların növü cəhətdən fərqlənməməli idi elmdə. Yəni bu hədisləri oxudu, ona tərcümə elədi. Bu biraz fikrə getdi. Sonra təəccüblə dedi ki, bəs bu cür hədisləriniz ki var, sizin şəriət sahibiniz, sizin dininizin banisi sizə bu cür elmi sifariş eləyib, bəs niyə müsəlmanlar bu qədər geri qalıblar? Yəni bu hadisə yadıma düşdü, şərqşünaslıq dediniz. Yəni doğrudan da belədir. Yəni bu hədislər ki, hər məktəbin əlində olsa, kimin əlində olsa, gərək hal-hazırda elmdə ən yüksək zirvədə dururdular. Necə ki, əlbəttə müəyyən bir zaman çərçivəsində bu hadisə baş verdi, amma sonradan müsəlmanların qəfləti mi deyək, ya başqa müxtəlif amillər səbəb oldu ki, müsəlmanlar bu sahədə qərbdən... Bu yaxşı gəldi mətləbə. Mən bu sualı vermək istərdim ki, indi biz nəzəri bəhs etdik. Bu barədə nəzəri söhbət etdik ki, bəli, İslam aləmində, Quranda, hədislərdə və İslamda elmə böyük əhəmiyyət verilir və doğrudan da böyük əhəmiyyət verilir. Və əgər biz Quran-ı Kərimin təkcə elm barəsində olan ayələrini sadalasaq, ümumiyyətlə təkcə ayələri sadalasaq, bəlkə verilişimizin məhdudiyyəti ona icazə verməz. Bunlar nümunə olaraq biz bunları təbii ki deyirik. Lakin bunlar hamısı nəzəridir. Yəni praktiki olaraq bugün nəyə görə İslamın belə göstərişləri ola, müsəlmanlar bu göstərişlərə praktiki olaraq görürük ki, düzgün əməl etmədilər. Yəni müsəlmanların tarixi baxımından bu göstərişlərə münasibəti mənfi tərzdə oldu. Ürək açan tərzdə və olmadı. Mənə gəlir ki, biraz qısa da olsa bir qədər buna aydınlıq gətirərdik. Əlbəttə, müsəlmanların ki, elmə münasibətləri təqribən biz desək təhlil eləyək, müxtəlif idi. Yəni, bunu deyə bilərik ki, Peyğəmbərinin bu göstərişləri ümumi səviyyə keçmədi. Yəni, hamı, məsələn, ən azı cəmiyyətin 50%-dən artıq, yarısından artıq gəlsin, bu göstərişlərə ciddi şəkildə əməl eləsin, olmadı. Amma fərd-fərd şəkildə, yəni İslamın ilkin dövründə böyük alimlərlə biz rastlaşırıq. Hətta biz götürəndə, məsələn, 200 neçənci ildən bir 4 əsr müddətinə bu qızıl əsri deyirlər. Yəni, həmin dövrdə Qərb ki, cəhalət bataqlığında batmışdı, İslamda böyük alimlər, təbiblər, müxtəlif sahələrdə dahilər yetişdirdi İslam. Yəni, İbn Sinalardır, Farabilərdir. Yəni, müxtəlif sahələrdə İslamın böyük şəxsiyyətləri var. Yəni, hətta bəzi kitabda mən oxuyurdum. Yəni, bu dövrlərdə Bağdadda 60-dan çox xəstəxana açılıb. Halbuki həmin dövrdə Avropada, Qərb ölkələrində bu xəstəxananın əsər əlaməti yox idi. Ondan neçə əsr sonra bu xəstəxana mədəniyyəti Avropada yarandı. Yəni, İslamda bu var idi müəyyən miqdarda. Böyük alimlər yetişdirdi, İbn Sinalar. Amma bu ümumiləşmədi. Yəni, bütün cəmiyyət bu cür elmə əhəmiyyət versin, hamı elmə dəyər versin, qiymət versin, hamı çalışsın ki, yazıb oxumağı bilsin, mütəəssifانə bu baş vermədi. Və sonda Qərb ki, elmə meyl elədi və çalışdı bunu ümumiləşdirsin, ona görə irəli düşdü. Amma müsəlmanlarda bu var idi, amma az idi. Və başqa səbəblər də səbəb oldu ki, bu azlıq daha da azalsın. Yəni, birinci bunu təbəqələşmə idi. Yəni, İslam gəldikdə təbəqələşməni aradan götürdü. Yəni, İslamda kasıbın varlıdan, varlının kasıbdan, ağın qaradan, müxtəlif milliyyətlərin bir-birindən fərqi görsənmirdi. Yəni, ayədə də buyurulur ki, sizin Allah yanında ən əziziniz təqvalınızdır. Yəni, bu nə ağ, qara, nə milliyyət, heç bir şey İslamda təsir göstərməməli idi. Amma bu belə olmadı. İslam öz
axarından yayındı. Yəni gəldi təbəqələşmə yarandı. Buna görə bəziləri ki, kasıb idi, həddən artıq ehtiyaclı idilər da artıq bunların elmi öyrənməyə heç bir əngizəsi, marağı qalmadı. Bunlar elmdən uzaqlaşdılar. Bəzi təkcə məsələn bir ildə bir dəstə elmə üz çevirdilər. Yəni bir səbəbi bu ola bilər ki, müsəlmanlar bu cür geri qaldılar. Bir səbəbi də alimlər deyirlər, qeyd edirlər. Bu göstərişlər ki, peyğəmbərdən gəlmişdi, bəziləri bunu yayındırdılar öz axarından. Yəni peyğəmbər deyir ki, bütün insanlar gəlib elm öyrənməlidir. Elm bir vacibdir. Amma bəziləri gəldilər, bu hədisləri alimə hörmət mənasında təfsir elədilər. Gəldilər, dedilər ki, bəli, alimə hörmət göstərmək lazımdır, onun əlindən öpmək lazımdır. Yəni alimə qiymət verildi. Amma bu ki, mən də elm öyrənim, mən də elm öyrənməliyəm. Əgər elm öyrənməsəm mən geridiyəm və bu cəhalət mənim bədbəxtliyimə səbəb ola bilər, bu fikir yaranmadı. Buna görə səbəb oldu ki, İslam öz axarından çıxsın. Yəni elmə olan qiymət öz yerini tapmasın. Əslində alimə olan qiymət və dəyər alimin elminə görədir. Yəni alimə qiymət verilir, lakin elmə lazımi qiymət verilmədi. Ümumiyyətlə bu geniş sualdır. Mən verilişimizin sonunda bu suala işarə etdim. Bu sual ətrafında təbii ki, çox danışmaq olar. Verilişimiz məhduddur. Bundan artıq mən sizi yormaq istəmirəm. Eyni zamanda tamaşaçılar, əziz tamaşaçılar, bununla da İslam və elm başlıqlı verilişimiz sona yetir. Sizi uca Allaha tapşırıram. Sağ olun, salamat qalın. Oh